Bugünkü mövzumuz Böyük Moğol dövləti. 16-cı əsrin əvvəllərində bilirik ki, Hindistanda Dehli Sultanlığı mövcud idi. Dehli Sultanlığın sonuncu hökmdarı İbrahim Lodi öz hakimiyyətini gücləndirmək üçün iri feodallara qarşı barışmaz mübarizə aparır. İri feodallar İbrahim Lodi ilə qarşı mübarizə aparmaq üçün Kabul hakimi Zahirəddin Babura müraciət edirlər. Zahirəddin Babur 1526-cı ildə Dehli Sultanı üzərinə hücum edir, Panipat döyüşündə qalib gəlir, İbrahim Lodinin ordusunu darmadağın etdikdən sonra Böyük Moğol dövlətinin əsasını qoyur. Tezliklə Babur Şimali Hindistan əsas özünə birləşdirir. Deməli, 1526-cı ildə Panipat döyüşü, Dehli Sultanlığı məğlub olur, Kabul hakimi Zahirəddin Babur qalib gəlir. Yəni, hələ qalib gələn Moğol dövləti deyildi. Dövlətin varlığına son qoyduqdan sonra 1526-cı ildə Babur Şah yeni bir dövlət, Böyük Moğol dövlətinin əsasını qoyur. Babur Şah Əmir Teymurun nəslindən idi. Həm Əmir Teymurun nəslindən idi, həm də iki böyük sərkərdənin, Çingiz xan və Əmir Teymurun varisi idi. Lakin deyirik, onların varisi olmasına baxmayaraq, öz şəxsi zəkası və fəaliyyəti ilə Hindistanda elə bir səltənət yaratmışdı ki, bu türk səltənəti sonda Hindistan və müsəlman türk-buddist hindlərin qarşılığına yeni bir xalqın, Pakistan xalqının yaranmasına səbəb olmuşdu. Yəni, Babur Şahın hakimiyyəti dövründə hindlərlə müsəlmanlar qarışır və yeni bir xalq Pakistan yaranmasına səbəb olur. Pakistan xalqının yaranmasına səbəb olur. Babur Şahın Baburnaməsi Yuli Sezarın xatirələrindən daha ciddi və daha səmimidir. Yəni, belə ki, Babur düşmənlərinin qüsurlarını sayarkən onların üstün cəhətlərində qeyd etməyə mədanəlik göstərilmiş. Babur Şahın hakimiyyəti dövründə, yəni Böyük Moğol dövləti yarananda Dehli Sultanlığında fərqli olaraq bunlar İslamı zorla yaymırdılar. Hətta Babur Şahın dövründə cizyə vergisi ləğv olunmuşdu. Artıq hinduslar hakimiyyətin ən yuxarı təbəqəsinə gələ bilərdilər. Deməli, Babur Şahın dövründə cizyə ləğv olunur, İslam dini zorla yayılmır. Həm də Böyük Moğol dövləti mərkəzləşdirilmiş feodal monarxiya dövləti idi ki, hakimiyyət qeyri-məhdud idi. Yəni, imperator qeyri-məhdud hakimiyyətə malik idi ki, bütün işğal olunmuş torpaqlar dövlət torpaq fonduna daxil edilirdi. Moğol dövlətinin qızıl əsri, qızıl dövrü Əkbər Şahın hakimiyyəti dövrüdür. 1556-cı ildən 1605-ci ilə qədər hakimiyyətdə olmuşdu. Onun hakimiyyəti dövründə hindusların dini etiqadlarına, adət və ənənələrinə hörmətlə yanaşırdı. Deməli, hindusların dini etiqadlarına, adət və ənənələrinə hörmətlə yanaşırdı. Hindistanda dini dözümlülük möhkəmləndirildi. Hindlilərlə müsəlmanlar arasında birlik yarandı. Yəni, hindlilərlə müsəlmanlar arasında hüquq bərabərliyi yarandı. Yəni, bundan əvvəl Dehli Sultanlığında belə deyil. Dehlidə deyirdi ki, bəzi hind racələr istədiyi vəzifəyə gələ bilərdi. Amma artıq Moğol dövlətində hindlilərlə müsəlmanlar arasında hüquq bərabərliyi yarandı. Hakimiyyəti möhkəmləndirmək üçün, ticarəti inkişaf etdirmək üçün vahid ölçü çəki pul sistemi yaradır. Vahid qanunlar müəyyənləşdirir. Deməli, Dehli Sultanlığın qızıl əsri Əkbər Şah bütün ölkə üçün vahid qanunlar, vahid ölçü çəki pul sistemi. Vergi islahatı həyata keçirir. Yığılan vergilərin 1/3 dövlətə verilməlidir. Yəni, əhalidən yığılan vergilərin 1/3 qədər alınırdı. Ölkənin mərkəzi əyalətlərində artıq kəndlilər vergini pulla verməyə başlayır. Yəni, ölkənin mərkəzində, yəni bütün ölkədə yox, ölkənin mərkəzi əyalətlərində kəndlilər vergini pulla verməlidir. Bu da bazar münasibətlərinin inkişafını göstərirdi. Verginin yığılması cagirdarlara tapşırmışdı. Yəni, cagirdar imperatorun ən yaxın adamları idi, ən etibarlı feodalları idi. Cagirdar burada insan idi. Vergilərin yığılması cagirdarlara tapşırılmışdı. Hər bir cagirdar yığdığı vergi hesabına muzlu qoşun və döyüş filləri saxlamalı idi. Deməli, Babur Şah, Əkbər Şahın dövründə vahid ölçək pul sistemi, vahid qanunlar, vergi sistemi keçirilir. Mərkəz əyalətlərdə kəndlilər vergini pulla verməli idi. Verginin yığılması cagirdarlara, yəni imperatorun ən yaxın, ən etibarlı feodallarına tapşırılmışdı. Hər bir cagirdar da yığdığı vergi hesabına muzlu qoşun və döyüş filləri saxlamalı idi. Əkbər Şahın dövründə fəal işğalçılıq siyasəti yürüdür. Əkbər Şah Gucarat, Benqaliya, Kəşmiri tutur. Gucarat,
Benqaliya kəşmir tutur və tezliklə Qucarat, Benqaliya və Kəşmiri tutur, tezliklə hakimiyyətini Şimali Hindistan böyük bir hissəsinə yaymışdı. Qucarat, Benqaliya, Kəşmir, Şimali və Mərkəzi Hindistan Əfqanistanın bir hissəsini özünə tabe eləmişdi. Əfqanistanın bir hissəsini özünə tabe eləmişdi. Əkbər Şahın dövründə Osmanlı, Səfəvi, Özbək və Portuqallarla dostluq əlaqələri qurulmuşdu. Osmanlı, Səfəvi, Özbək və Portuqallarla dostluq əlaqələri qurulmuşdu. Şah və imam hakimi vahidliyi, imam hakimiyyəti vahidliyi. Deyirik ki, özünü dini axtarışlarına uyğun olaraq Əkbər Şah dini müzakirələr aparmaq məqsədilə 1575-ci ildə paytaxtda ibadətxana yaradır. Yəni, ibadətxana yaradır ki, burada dini müzakirələr aparılsın. Müzakirədə iştirak edən şah öz simasında dini və dünyəvi hakimiyyəti şah və imam hakimiyyətinin vahidliyinə can atdı. Sarayın bir çox üləmaları, yəni alimləri tərəfindən könüllü və ya təzyiq altında imzalanan bəyannaməyə görə ali dünyəvi hakimin Əkbər Şah həm də dini işlərdə ali şəxs kimi tanındı. Yəni 1575-ci ildə paytaxtda ibadətxana yaradır. Dini məsələləri müzakirə etmək üçün sonda özü həm dünyəvi hakim, həm də dini işlərdə ali hakim kimi tanınır. Deməli, Böyük Moğol dövləti 1526-cı ildə yarandı. Babur Şahın dövründə yaranmışdı. Babur Şah ölkədə cizyə vergisini ləğv eləmişdi. Cagirdarlar iri feodallar deməkdir. Cagirdarlara verilən torpaq isə cagir idi. Yəni, Böyük Moğol dövləti mərkəzləşmiş feodal monarxiyası dövləti idi. Hökmdar qeyri-məhdud hakimiyyətə malik idi. İşğal olunmuş bütün torpaqlar dövlət torpaq fonduna daxil edilirdi. Bu torpaqlar xalisə adlanırdı. Dövlət xalisə torpaqları. Xalisə torpaqlarından şərti torpaq cagir verilirdi. Yəni, cagir şərti torpaq mülkiyyəti idi. Cagir alanlar cagirdar adlanırdı. Cagirdarların da çoxu müsəlman idi. Cagir şərti torpaq mülkiyyət forması idi, iqta ilə eynidir. Lakin iqtadan fərqli olaraq daha böyük əraziləri əhatə edirdi. Deməli, cagir torpağı idi, cagirdar insan idi. Cagirdar insan idi ki, Böyük Moğol dövlətində Əkbər Şahın ən etibarlı feodal idi ki, vergilərin yığılması cagirdarlara tapşırılırdı. Dövlətə məxsus torpaqlar xalisə, işğal olunmuş bütün torpaqlar dövlət torpaq fonduna daxil edilirdi. Bu torpaqlar xalisə adlanırdı. Cagir şərti torpaq mülkiyyət forması idi. İqta ilə eynidir, iqtadan fərqli olaraq daha böyük ərazini əhatə edirdi. Dövlətə tabe edilmiş və xərac verən Hind knyazlarının şəxsi torpaqları zəmindarlıq idi. Yəni, dövlətə tabe olan torpaqlar, dövlətə tabe edilmiş Hind knyazlarının məxsus torpaqlar zəmindarlıq idi. Zəmindar Dehli Sultanlığında iri feodal idi. Zəmindarlıq Böyük Moğol dövlətində Hind knyazlarının şəxsi torpağı idi. Soyurqal və ya mülk var idi ki, bu torpaqlar sufi şeyxlərinin, müsəlman ruhanilərinin irsən keçən və vergidən azad olan torpaqlar idi. Deməli, Böyük Moğol dövlətində var idi xalisə, cagir, zəmindarlıq, soyurqal. Soyurqal, sufi şeyxlərinə, müsəlman ruhanilərinə verilən torpaq idi. İrsən keçirdi və vergidən azad idi. Zəmindarlıq tabe edilmiş Hind knyazlarının şəxsi torpaqları idi. Tabe edilən, xərac verən Hind knyazlarının şəxsi torpağı, zəmindarlıq, şəri torpaq mülkiyyəti cagir idi. Cagir torpaqlar əsasən xalisədən verilirdi. İqtadan fərqli olaraq daha geniş ərazini əhatə edirdi. Alanlarsa çoxu müsəlman idi. Cagir şərti torpaq, cagir alana cagirdar adlanırdı. Dövlətə məxsus torpaqlar isə dövlət xalisə torpaqlar adlanırdı.